Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsindən olan daxili enerji və daxili enerjinin dəyişmə üsulları mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, çöpləri alovlandıran hansı enerjidir? Siz görürsünüz şəkildə çöpləri bir-birinə sürtməklə ondan istilik və yaxud alov əldə edirlər. Bunun səbəbi əslində daxili enerjidir. Yəni daxildəki enerji sayəsində biz buradan istilik ala bilirik. Bunu biz bugünkü dərsimizdə daha geniş şəkildə sizinlə öyrənəcəyik. Həmçinin mis məftil eyni yerdən dəfələrlə qatlayıb düzəldirlər. Bu zaman həmin yerin bir qədər qalınlaşdığını və eyni zamanda xeyli qızdığını müşahidə edirsiniz. Məftilin qatlanan yerinin qalınlaşmasının və qızmasının səbəbi nədir? Əgər yenə də burada daxili enerji sayəsində məftil qızır və həmçinin ondan istilik əldə olunur. Yəni bunu da biz bu dərsimizdə geniş bir formada öyrənəcəyik. Həmçinin belə bir təcrübə aparılır sizin kitabınızda. Deyilir ki, hər hansı bir topu yerə doğru hərəkət etdiririk, atsaq sərbəstləşmə halında. Bu zaman kürədə hansı enerji çevrilmələri baş verir? Biz əvvəlki dərslərimizdə yadınızdadır, sizinlə kinetik və potensial enerji anlayışına tanış olmuşuq. Biz bilirik ki, cismin hündürlüyü azaldıqca potensial enerjisi azalır, lakin sürət artdığından kinetik enerji artır. Yerə doğru hərəkət etdikcə biz görürük ki, bunun hündürlüyü azalır. Bu o deməkdir ki, potensial enerji azalır. Lakin sürət artdığından, yerə doğru hərəkət edən zaman sürət artdığından kinetik enerji artır. Lakin biz bilirik ki, tam enerji dəyişmir. Amma biz yerə atdığımız zaman görərik ki, onu üzərində əlimizi yaxınlaşdırsa və ya termometrini ölçməli olsa, görərik ki, müəyyən bir istilik müşahidə olunur. Bunun səbəbi isə daxili enerjidir. Yenə də bizdən soruşulur ki, kürə lövhənin səthinə düşüb dayandıqda onun mexaniki enerjisi hara yox oldu? Əslində enerji biz görürük ki, kinetik potensial enerji artıq burada yoxdur. Burada daxildə proseslər gedir. Daxildəki proseslər nəticəsində burada daxili enerji meydana çıxır. Bu halda niyə həm kürənin, həm də lövhənin temperaturu artır? Bunun səbəbi odur ki, daxili enerji artır. Çünki orada atom molekullar sürətlənir. Onlar arasında qarşılıqlı təsir qüvvəsi artır, sürətləri artır və nəticədə daxili enerji artır. Və daxili enerji hesabına biz deyə bilərik ki, kürənin də, lövhənin də temperaturu artır. Yenə də biz bugünkü dərsimizdə daha geniş formada öyrənəcəyik ki, mexaniki daxili enerji nədir və daxili enerji hansı kəmiyyətlərdən asılıdır? Bizdən soruşulur ki, lövhəyə zərbə dəydikdən sonra polad kürənin molekulları həyəcanlanır. Yəni biz bunun daxili quruluşuna baxsaq, görərik ki, atomun molekullar daha da sürətlənir. Bu da lövhənin deformasiya etməsinə və temperaturun yüksəlməsinə müşahidə olunur. Temperaturun yüksəlməsi onun orta kinetik enerjilərinin artması, deformasiyası isə molekullar arasındakı məsafələrin və qarşılıqlı təsirlərin dəyişməsi deməkdir. Beləliklə, polad kürənin mexaniki enerjisi həmişəlik itmir. O cismin daxili enerjisinə çevrilir. Yəni, molekulların orta kinetik enerjisinə və yaxud molekullar arasındakı qarşılıqlı təsir enerjisi olan potensial enerjiyə çevrilir. Çox qədimlərdə insanlar cisimləri bir-birinə sürtən zaman və quru çöpləri bir-birinə yaxınlaşdırmaqla od əldə edədilər. Buna səbəb çöplərin daxilindəki enerjinin artması idi. Eyni ilə mis məfdili də eyni yerdən dəfələrlə qatlayıb düzəldən zaman qatlanan yerin qızmasına səbəb məhz daxili enerjinin artmasıdır. Hər hansı bir cisim yuxarıdan aşağıya düşən zaman hündürlük azaldığından potensial enerji artır, lakin sürət artdığından kinetik enerji artır, lakin tam mexaniki enerji dəyişmir. Bəs bizdən soruşula bilər, cisim yerə dəyən zaman onun enerjisi itirmi? Bu zaman cisim müəyyən qədər isinir, yəni daxili enerjiyə malik olur. Enerji saxlanma qanununa əsasən enerji heç zaman itmir, sadəcə bir haldan digərinə keçir. Yəni mexaniki enerjidən daxili enerjiyə çevrilir. Daxili enerji dedikdə biz cismi təşkil edən molekulların kinetik və potensial enerjilərinin cəmi nəzərdə tutulur. Kinetik enerji cismin təşkil edən molekulların hərəkət sürəti nəzərdə tutulursa, potensial enerji cismi təşkil edən atom və molekulların qarşılıqlı təsir enerjisi nəzərdə tutulur. Ümumiyyətlə, daxili enerji U hərfinə işarə olunur. Skalar kəmiyyətdir, vahidi jouldur.
Əgər biz tam enerjinin ifadəsini yazmış olsaq, bu zaman yazarıq ki, Y tam bərabərdir mexaniki üstəgəl daxili enerji. Mexaniki enerjini də biz əvvəlki dərslərdən sizinlə keçmişik ki, kinetik və potensial enerjilərin cəmidir. Daxili enerjidə əlavə olaraq biz bugün U adlı kəmiyyəti daxil etdik. Daxili enerji nədən asılıdır? Daxili enerji birinci asılı temperaturdan. Yəni, əgər cismin temperaturu yüksəkdirsə, biz deyə bilərik ki, burada daxili enerji də böyükdür. Yəni, daxili enerji temperaturla düz mütasibdir. Temperatur artdıqca daxili enerji də artır. Çünki temperatur artanda atom və molekulların hərəkət sürəti də artır. O deməkdir ki, onların daxilindəki kinetik enerji də artır və nəticədə daxili enerji də artır. İkinci halda daxili enerji cismin aqreqat halından asılıdır. Aqreqat halından götürəndə biz bilirik ki, atom və molekullar qaz halında bərk cismə nəzərən daha sürətlidir. Bu zaman o daha böyük kinetik enerjiyə malik olur və nəticədə deyə bilərik ki, qaz halındakı maddənin daxili enerjisi digər hallara nisbətən daha böyükdür. Üçüncü halda daxili enerji cismin kütləsindən asılıdır. Yəni, kütlə artdıqca daxili enerji də artır. Çünki kütlə artan zaman daxilindəki atom və molekulların sayı da artır. Və bu zaman daha böyük kinetik enerjiyə və potensial enerjiyə malik olur və nəticədə daxili enerji də artır. Belə bir nümunələr baxa bilərik. Məsələn, taxtanı kəsərkən mişarın qızdığını müşahidə edirik. Bu da daxili enerjinin artmasıdır. Səbəb nədir? Çünki burada ümumiyyətlə daxili enerji bir neçə yolla artırmaq mümkündür. Buna səbəb biz burada hərəkət edirik, iş görürük və nəticədə bizim daxili enerji, yəni mişarın daxili enerjisi artır. Kibrit çöpünün başlığını kibrit qutusuna sürtməklə od əldə etmək üsulu məişətimizdə çox geniş yayılmışdır. Bizdən soruşulur, kibrit çöpünün başlığının alovlanması, daxili enerji artması, yəni hansı prosesin nəticəsindədir? Burada da əslində iş görmə nəticəsində baş verir. Biz həmin bugünkü dərsimizdə həmçinin sizinlə öyrənəcəyik ki, daxili enerji dəyişmək iki yolla mümkündür. Mexaniki iş görmə ilə və istilik vermə ilə. İş görmək dedikdə biz əvvəlki dərslərdə keçmişik ki, iş görmək fiziki iş nəzərdə tutulur. Yəni, cisim özü iş görəndə biz deyəcəyik ki, daxili enerji azalır. Çünki müəyyən qədər o enerjisini itirir və nəticədə enerjisi azalır. Şəkildə də görə bilərsiniz nümunələri. Həmçinin kibrit çöpünün başlığını kibrit qutusuna sürtən zaman da od əldə olunur. Burada bu zaman kibrit qutusu kibrit üzərində iş görür. Kibrit çöpü üzərində iş görür. Nəticədə kibrit çöpünün daxili enerjisi artır. Kibrit qutusunun daxili enerjisi azalır. Yəni, belə götürə bilərik ki, əgər cisim özü iş görərsə, biz dedik ki, onun daxili enerjisi azalır, çünki enerjisini itirir. Lakin cisim üzərində iş görüləndə onun daxili enerjisi artır. Çünki üzərində görülən cisim həmin cismə enerji verir və nəticədə enerjisi artır. Həmçinin burada da kibrit çöpünü alışdıran zaman kibrit qutusu kibrit çöpü üzərində iş görür və nəticədə kibrit çöpünün enerjisi artır, o alışır. Lakin kibrit qutusunun isə enerjisi azaldığından onda temperatur azalması da baş verir. Cisim üzərində iş görüləndə dedik ki, onun daxili enerjisi azalır. Yəni, biz nəyi üzərində iş görürüksə, məsəl üçün, tutalım ki, mişarla taxtanı kəsirdik. Bu zaman mişar qızır. Çünki biz öz enerjimizin bir qismini məhz mişara veririk və nəticədə enerjimiz artır. Məsəl üçün, burada da görürsünüz, taxtanı kəsərkən mişarın qızdığı müşahidə olunur. Buna səbəb insan mişar üzərində iş görür, nəticədə mişarın daxili enerjisi artır. Lakin insanın daxili enerjisi azalır. Həmçinin digər nümunə, daxili enerjinin mexaniki iş görümü ilə artmasına rast gəlmək olar. Məsələn, ovuzlarımızı bir-birinə sürtdüyümüzdə, əllərimizdə müəyyən enerji müşahidə olunur. Taxtanı kəsdikdə də mişarın sürətlə istilənməsinə sürtünmə qüvvəsinin gördüyü iş nəzərdə tutulur və nəticədə bunlarda daxili enerji artır. Cismin daxili enerjisini istilik vermə yolu ilə də artırmaq mümkündür, yəni dəyişmək mümkündür. Yəni, cisim istilik alarsa, onun temperaturu və daxili enerjisi artır. Lakin istilik verərsə, onun temperaturu və daxili enerjisi azalır. Nümunədə görürsünüz ki, hər hansı bir tava sobanın üzərinə qoyulur və nəticədə tavanın istiliyi və enerjisi artır, çünki o istiliyi alır.
Həmçinin çaydanı plitədə qızdırılan zaman onun da daxilindəki suyun temperaturu və daxili enerjisi azalır. Yəni burada iş görmə prosesi müşahidə olunur. Sadə istilik alması nəticəsində enerjisi artması müşahidə olunur. Əksinə buz parçalarının stəkanı artdıqda su soyuyur. Buna səbəb suyun enerjisinin və temperaturunun azalmasıdır. Ümumiyyətlə istiliyin isti cisimdən soyuq cismə verilməsi prosesinə biz deyəcəyik istilik vermə. İstilik vermənin 3 növü var. İstilik keçirmə, konveksiya və şüalanma. Biz bunları daha geniş formada sizinlə gələcək dərslərdə keçəcəyik. İndi isə tapşırıqlara baxaq mövzuya uyğun olaraq. Birinci tapşırıqda deyilir ki, laboratoriya stəkanında 5 dərəcə Selsi temperaturunda olan su qaz olovunda qızdırılır. Müəllim bu hadisənin nəticəsi olan bilən müddəalar yazılmış aşağıdakı cədvəli şagirdlərə paylayaraq tapşırıq verir. Əgər müddəa düzgündürsə D sütununu, yanlışdırsa Y sütununu uyğun olaraq xanada işarəni yazın. Bizdə məsələdə bir şeyi nəzərdə salaq ki, burada əslində 0 dərəcədən söhbət gedir. Yəni 0 dərəcə Selsi temperaturda su qaz olovunda qızdırılır. Su 0 dərəcə temperaturda olduğu halda. İndi bizdən soruşulur ki, hansı müddəalar doğrudur və hansılarsa yanlışdır. Suyun daxili enerjisi dəyişməz. Əslində burada qızdırma prosesi getdiyindən deyə bilərik ki, temperaturu artır və nəticədə deyərik ki, daxili enerji də artır. Ona görə də bu fikir yanlışdır. Su molekullarının qarşılığı təsir enerjisi artar. Bu zaman daxili enerji artdığından molekulların qarşılığı təsir enerjisi də artacaq. Orta kinetik enerji də artacaq, bu doğrudur. Su molekulları arasında boşluqların ölçüləri azalar. Əgər biz suyu qızdırırıqsa, bu bir müddət sonra qaza çevriləcək, buxara çevriləcək. Bu zaman onların boşluqlar ölçüləri artmalıdır, yəni azalmamalıdır. Bu yanlış fikirdir. Molekullar hərəkət sürəti də artmalıdır, çünki kinetik enerji artır. Kinetik enerji artırsa, bu onu göstərir ki, burada da hərəkət sürətləri də artmalıdır. Ona görə də bu fikir yanlış fikirdir. Keçək digər fikrə, digər tapşırığa. Bizə növbəti tapşırıqda deyilir ki, aşağıdakı hallardan hansında cismin daxili enerjisi mexaniki iş görmə, hansında isə istilik vermə hesabına dəyişmişdir. Məsəl üçün bizdə deyilir, isti ütü soyudu. İsti ütü soyuyursa, bu istilik vermə hesabına baş vermişdir. Ona görə də bura istilik vermə yazarıq. Mismarı çəkiclə taxtaya vurdular. Burada görürsünüz hərəkət var, mexaniki iş görmə var. Ona görə də burada mexaniki iş görməyə aiddir. Çaydanda su qızdırılır. Burada istilik vermə nəticəsində baş verir. Tamaşaçılar əl çalırlar. Burada hərəkət var. Ona görə iş görmə var. Ona görə mexaniki iş görmə yazarıq. Sobada odun yandırıldı. Yandırılan zaman istilik vermə prosesi gedəcək. Çünki istiliyin müşahidəsi ilə istiliyin artması ilə gedir. Günəş yeri qızdırır. Bu da həmçinin istilik vermə prosesidir. Məmulatı emal edərkən Y-yə qızdı. Bu zamanda deyə bilərik ki, emal edərkən müəyyən iş görülür. İş görülən zamanda biz götürə bilərik ki, bu da mexaniki iş görmədir. Y-yə ustanın əlindən qızdı. Bu isə istilik vermədir. Çünki ustanın öz istiliyi həmin Y-yə keçir. Ona görə istilik vermə. Buz parçasını soyuq suya atdılar. Bu zaman suyun temperaturu azalacaq və nəticədə istilik vermə sayəsində enerjisi də azalacaq. Ona görə də bu istilik vermə hesab olunur. Digər tapşırığa baxaq. Kütləsi 10 kiloqram olan qurğuşun kürə 2,8 metr hündürlükdən beton lövhənin üzərinə düşdü, səthinə düşdü. Kürənin daxili enerji neçə joule dəyişdi? Ümumiyyətlə, daxili enerjinin dəyişməsini biz verilənlərə əgər qeyd etmiş olsa, bizə kütlə verilib, görürsünüz. M bərabərdir 10 kiloqram. Hündürlük verilib, H bərabərdir 2,8 metr. J bilirik, yer şəraitində adətən 10 götürülür. Biz əgər deyiriksə, daxili enerji dəyişir. Biz bilirik ki, müəyyən hündürlükdən düşən zaman bunun potensial enerjisi azalır. Ona görə də biz burada daxili enerjini, potensial enerjinin dəyişməsinə əsasən yazsaq, MJH üstürünə yazarıq. Çünki burada daxili enerji azalacaq və onu
azalan enerji daxili enerji, potensial enerji azalacaq və potensial enerji daxili enerji hesabına artacaq. Potensial enerji azaldığına görə daxili enerji artacaq və nəticədə qiymətlərini gətirib qoysaq, onu 2,8-ə vurub, yenidən 10-a vururuq və hesablasaq cavab 180 joule alınacaq. Növbəti sonuncu tapşırığa baxaq. Bizə deyilir ki, soyuq havada 3 müxtəlif situasiyada insanın bədən istiliyinin dəyişməsinin temperatur zaman qrafiki verilmişdir. Qrafikə əsasən aşağıdakı sualları cavablandırın. Grafikə fikir versəz, qırmızı xətt bizə əslində göstərir hərəkət edən cismin zamanla onun da istiliyinin temperaturunun dəyişməsini göstərir. Qara xətt qalın paltarlı insanın temperaturunun dəyişməsini göstərir. Hərəkətsiz isə mavi xətti göstərir. Bizdən soruşulur ki, sizcə qalın geyimlər bədənin daxili enerjisini necə təsir edir? Əslində, baxın şəkildə qalın geyim deyəndə bizdə qara xətt nəzərdə tutulur. Görürsünüz, qalın geyimlər əslində istiliyi bir müddət özündə saxlayır. Yəni, biz bir müddət özümüzü hiss edə bilirik. Lakin hərəkət etmiriksə, bu bir müddət sonra istiliyin yavaş-yavaş temperaturun azalmasına gətirib çıxardacaq. Yəni, bu da tamamilə bir həll yolu deyildir. B-də deyik, hərəkətsiz vəziyyətdə bədənin istiliyi necə dəyişir? Bu zaman ətrafla enerji mübadiləsisi hansı proses vasitəsilə baş verir? Əslində, hərəkətsiz olduğumuz zaman fikir verirsinizsə, bizdə temperatur və daxili enerji azalmışdır. Çünki artıq burada insan bədəni üzərində heç bir iş görülmür və insanın da daxili enerjisi artmır, əksinə azalır, çünki hərəkət yoxdur. Nə mexaniki iş görməklə, çünki ətraf da soyuqdur. Burada istilik vermə prosesi bu cür baş verir ki, bizim bədənimizin istiliyi ətrafa yayılır və nəticədə bir müddət sonra bizim enerjimiz azalır. Həmçinin mexaniki iş görülmədiyindən də bizdə bədən üzərində heç bir iş görülmür və nəticədə bədənimizin enerjisi də, istiliyi də artmır və nəticəsi burada deyə bilərik ki, bir müddət sonra enerji və temperatur aşağı düşəcək. Hərəkət etməyə başladıqda bədənin daxili enerjisi necə dəyişir? Buna səbəb nədir? Bax, hərəkət etməyə başlayanda biz daxili enerjimizi mexaniki iş görmə vasitəsilə artırırıq. Çünki mexaniki iş görən zaman biz bədənimiz üzərində müəyyən iş görürük. Düzdür, bizim ümumi bədənimizin enerjisi azalır, yəni bizim kalori, amma ürək bədən üzərində müəyyən iş gördüyündən bədəndə müəyyən temperatur artması müşahidə olunur, həmçinin daxili enerji artması nəticəsində müşahidə olunur. Ona görə də bizdə də qrafikdə qırmızı xətt onu göstərdi ki, bir müddət sonra iş görən zaman bizim enerjimiz artacaq. Artmasına səbəb mexaniki iş görmədir. Deməli, biz bu dərsimizdə sizinlə daxili enerji anlayışına tanış olduq və öyrəndik ki, daxili enerji nədir, hansı hallarda mövcuddur və daxili enerjini hansı üsullarla dəyişmək mümkündür. Həmçinin bu dərsdə sizinlə daxili enerjinin asılı olduğu kəmiyyətləri də öyrəndik, hansı kəmiyyətlərdən asılıdır və bu mövzuya uyğun bəzi tapşırıqlara baxdıq. Dərsimiz bu qədər, gələn dərslərə qədər sağ olun.